Hamıya salam. Bugün sizinlə ev vlogu ilə paylaşmaq istəyirəm. Hal-hazırda bizdə nahardır, ona görə yemək bişirirəm. Sadə kotletlər, ət kotletini bişirirəm. Hal-hazırda evdə hamı olduğu üçün mən bu kotletləri biraz çox bişirirəm ki, hamımız bir yerdə oturub yemək yeyək. Və paralel olaraq sobada keks bişirirəm. Bu keksi mən paylaşmışam. Varenya suyu ilə bişirilən bir keksdir. Çox dadlı alınır və çox yumuşaq və sulu. Bu keksi mən bölüşmüşəm. Shorts'dan baxıb reseptini ala bilərsiniz oradan. Kotletlərim isə bir partiyası bişdi və mən bunları bir tarelkaya götürüb o birisləri qoyacağam. Və axırda biraz məndə kartoşka qalmışdı. O kartoşkanı da bura əlavə edəcəm ki, birdən balacam kotletləri yeməsə ona kartoşka verəcəm. Əslində uşaqlar üçün ət çox faydalıdır, amma bilmirəm tək məndədirmi, yoxsa hamımızda belədirmi? Uşaqlar əti istəmirlər, ət yemək istəmirlər. Çox vaxtı mənim böyüklərim toyuq ətini biraz yeyirlər, amma adi əti çox nadir hallarda yeyirlər, bəlkə dolmada, ya nəsə belə maraqlı bir yemək bişirəndə kotlet belə şeyləri o qədər xoşlamırlar. Yemək yeyəndən sonra mən istəyirəm ki, pərdələri yum və pəncərəni silim. Bu kuxnada olan pərdələri və pəncərəni silmək istəyirəm. Çoxdandır bu mənim ürəyimdədir, amma heç cür eləməyə çatdırmırdım. Hava pis olurdu. Mən isə yaxşı havada xoşlayıram ki, bunu eləyim ki, və həm təmiz çox qalır və həm də ki, insanın belə gözəl nastroyeniyası olur ki, bunu etsin. Və gördüyünüz kimi bu pərdələri çıxartdım. İndi pəncərələri siləcəm. Əvvəl pəncərələri mən yaş əski ilə, sonra quru əski ilə silirdim. Amma indi axırıncı vaxtları mən belə ev üçün salfetkaları tapandan sonra ancaq onlarla silirəm. Çox təmiz olur və ləkələr qalmır. Ən əsasıdır, 1000 dəfə düşüb qalxmırsan əskini yumağa və tezdən çıxıb onunla silməyə. Belə elədi ki, salfetka bulaşan kimi onu atırsın və təzəsini götürürsən. Pərdələri də mən yuyandan sonra sərmirəm. Onları sırazu gətirib pəncərəyə asıram ki, orada da quruyurlar və düzəlirlər. Ütüləməyə ehtiyac qalmır. Və bugün qızlar bir mövzuya toxunmaq istəyirəm. İstəyirəm sizin də fikirlərinizi öyrənim. Sizcə ev işlərində kişilər köməklik etməlidirlərmi, yoxsa bunların hamısını yalnız qadın etməlidir? Mənim fikrimcə indiki zamanədə qadınlar da kişilər kimi çoxsu işləyirlər və evdə çox az olurlar. Qadınlar həm işləyəndə, həm uşaqlarını aparıb gətirəndə, həm uşaqlarla dərs edəndə, həm yemək bişirəndə, paltar yuyanda, evi yığışdıranda, bunlar hamısı bir qadının üzərinə düşəndə məncə çox ağır bir yük olur və qadın da insandır, ona görə çox çətin olur. Ona görə mən düşünürəm ki, indi bəzi işləri kişilər də kömək etsələr daha yaxşı olar. Məsəl üçün, uşaqlarla dərs etməyi, bazarlıq etməyi və nəsə belə kişiyə uyğun bir işləri kişilər də köməklik etsələr, məncə daha qadınlar üçün rahat olar və qadınlar da çox yorulmazlar. Və mən isə evin tozlarını silirəm və sonra başlayacağım evi toz soğuranla silməyə. Əslində mən çox vaxtı robot toz soğuranı, amma həftədə bir dəfə özüm toz soğuranla silirəm. Çünki robot toz soğuran bildiyimiz kimi bütün künclərə, mebel altına, belə yerlərə, hər yerə girə bilmir, silə bilmir. Amma gündəlik istifadə üçün çox yaxşıdır. Evləri yığışdırıb qutarandan sonra qızım kuliç bişirmək istəyir. Onu necə bişiririksə göstərəcəm sizə. Və axşamüstü biz bacımgilə qonaq gedəcəyik. Çünki bacımın bugün ad günüdür. Deməli, bunu qızım birinci dəfə bişirirdi, amma buna baxmayaraq çox gözəl alınmışdı. Deməli, bunun üçün bizə lazımdır 300 ml isti süd, droş 8 qram, 2 xörək qaşığı şəkər tozu və 6 xörək qaşığı un götürürük. Bunları hamısını qəşəng qarışdırırıq, biraz saxlayırıq. 15-20 dəqiqədən sonra bu biraz böyüyəcək biyomunda və bura biz əlavə edirik. 6 dənə yumurta sarısı, 240 qram şəkər tozu, 1 limonun qabığını tyorkadan eləyib atırıq, 1 çay qaşığı vanilin, 550 qram un, çay qaşığının yarısında duz və kərə yağından 100 qram. Bunları hamısını qarışdırıb xəmir yoğururuq. Xəmir yumuşaq olur və biraz ələ yapışqan olur. Onu da saxlayırıq ki, xəmir biraz gəlsin. Gələndən sonra kuliçin formalarına bu xəmiri
əlavə edirik. Onu yenə də bir 20 dəqiqə saxlayandan sonra bu formanın içində də biraz da xəmir gəlir duxovkaya və bişir. Və baxın görün nə qəşəng qalxıblar və dadı çox gözəl idi. Bu isə axşam dediyim kimi bacımgilə getmişdi və süfrəni düzəltmişdilər. Bu da bunların bişikləridir, hansı ki insan görən kimi başlayır insanın üstünə belə cummağa. Hal-hazırda Yasəmən gülün sezonu olduğundan hər yer Yasəmən gülündə idi və çox gözəl qoxusu bütün otağı bürümüşdü. Bacım bizim üçün buğlama bişirmişdi və aş bişirmişdi. Hər şey çox dadlı idi. Çox gözəl alınmışdı. Çox yaxşı oturduq, istirahət elədik. İstəyirəm sizə mənim bacım qızımın əl işlərini göstərim. Çox gözəl çəkir, rəssamdır. Bu da mənim ağıllı qızım, qardaşımın qızıdır. O isə baxmayaraq ki, qonaqlığa gəlib dərsini eləyir. Və tort saatı çatdı. Uşaqlar həmişəki kimi tortu gözləyirlər və burada biz hamımız bir yerdə Happy Birthday oxuduq. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. Так небо бывает. Подожди. Все. Давайте. Раз, два. Три вместе. Bunu da mənim bacım qızım özü toxuyub xalçadır. Və evə getmək saatı gəlib çatdı. Hamıya baxdığınız üçün təşəkkürlər bildirirəm və kanalıma abunə olmağı unutmayın.